Instagramda potensialist adı ilə bir iqtisadiyyat üzrə ixtisaslaşmış mütəxəssis, belə deyim, ailə məişət və digər Azərbaycana olan aid münasibətlər, bunlar haqqında niyə danışır? Mənim maraq dairəm xoşbəxt, uzun həyat yaşamaqdır. Və uzun deyəndə daha çox keyfiyyətli həyat nəzərdə tuturam. Cavanlığı maksimum artırmaqdır. Yəni mən 90 yaşında, 50 yaşındakı kimi görünüm. Uzun yaşam mənə o lazım deyil ki, mən 60 yaşına kimi yaxşı görüm, sonra növbəti 60 ili sadəcə qocalıq keçirim də, bu mənə maraqlı deyil. Mən növbəti 60 ili də cavan yaşamaq istəyirəm. Fiziki, mənəvi. Bunun üçün 3 fundamental vacib bir məqam var kişi üçün xüsusən. Birinci pulun olmalıdır. Çünki bunlar bahalı şeylərdir. İdmandır, düzgün qidalanmadır, səyahətlərdir, stressdən uzaq olmaqdır. Pulun yoxdursa heç biri bu olmayacaqdır. İkinci istiqamət sağlamlıqdır. Hal-hazırdakı startupım da o ilə bağlıdır. J1 startupı. Sırf cavanlığın uzadılması ilə bağlı Azərbaycanda ilk belə bir layihə olacaqdır. Onun üzərində fokuslanıram. Üçüncüsü isə ümumi xoşbəxtlik, həyat xoşbəxtliyi fikirləridir. Və bu yolu işıqlandırıram digərləri üçün də nəsə maraqlı ola bilər.